Beyin əməliyyatı zamanı skripka çalan xəstə. Adama elə gəlir ki, bu video süni intellekt məhsuludur. Amma elə deyil. Bu görüntülər realdır və 2020-ci ildə Londonda King's College Hospital'da qeydə alınıb. 53 yaşlı skripkaçı Dagmar Turner'in beynindəki şişi çıxarmaq lazım idi. Lakin həkimlər skripkaçının bu bacarığını itirməsindən qorxurdular. Bu səbəbdən onlar qeyri-adi bir üsul seçdilər. Əməliyyat davam edərkən Dagmar Turner ayıq qalacaqdı və skripkasını ifa etməyə davam edəcəkdi. Bu yolla həkimlər əməliyyat zamanı skripkaçı qadının beyninin hansı hissələrinin musiqi ifası üçün kritik əhəmiyyət daşıdığını müəyyən edə bildilər. Əməliyyat planlandığı kimi baş tutdu və uğurlu alındı. Cərrahlar pasiyentə zərər vurmadan şişin 90%-ni çıxara bildilər. Təkcə skripka çalmaq bacarığı yox, əl hərəkətləri və müvazinət kimi funksiyaların da bağlı olduğu beynin həssas hissəsi tamamilə qorundu. Bu uğurlu ideya dünyanın müxtəlif yerlərində həyata keçirilib və nəticələr uğurludur. Elm, texnologiya və insan iradəsi birləşərək möcüzələr yaratmağa davam edir.